Son vaxtlar Aysel Temurzadənin də üstünə çox düşüblər. Aysel xanım bizi Eurovision'da təmsil etdi, gözəl, ikinci yer oldu, ikinci yerdə oldu. Xatırlayırsınız da ifasını, onun performansını, imici, hər şey gözəl idi. İndi son vaxtlar arada yox idi. Aysel xanım yox idi ümumiyyətlə də. Həmişə izləyirdik ki, ay Aysel xanımı görək, görmədik və birdən gördük, harda gördük? Ramiz Mehtiyevin nəvəsinin bir məclisi idi, orada olub və orada gördük, dedik, nə yaxşı. Sonra gördük ki, şəkillər paylaşıb Aysel xanım. Çox belə adi, səmimi, hamımız o şəkilləri, videoları izlədik ki, həmişə olur da toydan, ad günündən falandan belə şəkillər, fotolar paylaşanda hamımız sevə-sevə baxırıq. Biz də onlara sevə-sevə baxdıq ki, görəsəm orada kim olub. İndi son vaxtlar mən baxıram ki, sosial şəbəkədə bir çox paylaşımlar edirlər ki, Ramiz Mehtiyevin evini Aysel Temirzadə yıxdı. Məhz o etdi, o yıxdı evi. Kişilər. Eğer elə olsa gərək biz heç kim foto paylaşmasın, video paylaşmasın. Onda kiminsə nəyinsə hadisə başına gəldi, öləndə, itəndə, nə bilim avtomobil qəzası keçirəndə, nə bilim göydən yerə düşəndə, onda deyək ki, filan kəs fotonu dəyişdi, paylaşdı, bu hadisələr baş verdi. Bu qızla iş yüzü yoxdur. Bu yazıq nə edibdir ki, sadəcə onlar xoş olub ona, maraqlı olub ona, fotoları paylaşıb, videoları. İndi hamı yazır ki, Ramiz Mehtiyevin evini Aysel yıxdı. Ramiz Mehtiyevin evini yıxan yıxdı, bir də öz evini özü yıxdı. Heç kim onun evini yıxmayıb. Kim deyir ki ona Aysel? Aysellə iş yüz yoxdur. Tövsiyə Sarı Səfrə, məhz Bahadır'dan.